Ağız deyəni qulaq eşitmir. Görürsünüz, böyük izdiham var. Megastorun açılışıdır bugünlərin. Bugünlərin 3 oktyabr tarixidir. Videolar izlərkən həmişə ona qedim ki, bəyənib səhifəmizə abunə olmağı unutmayın ki, bax bir gün 2 gün qabaqdan paylaşım eləmişdik ki, ay cəmaət filan yerdə filan cür böyük endirimlər olacaq. Görürsünüz, bizi izləyib gələn izləyicilərimizdir. Burada bananın qiyməti 1 manat 99 qəpidir. Soğanın qiyməti 28 qəpidir. Kartofun qiyməti 69 qəpik. Ankor yağı hətta heç gəlib çəkənməyəm. Ankor yağını daşıyıb apardı. Bilmirəm 20 neçə manatdan düşmüşdü. Səhv etməsəm 17 manata. Daşıyıb apardılar Ankor yağını. Heç qoymadılar ki, vitrində qalsın. 3 oktyabr tarixindən 5 oktyabr tarixinə də ümumiyyətlə bax diqqətlə qulaq asın. Megastorun bütün filiallarında böyük endirimlər var. Lakin Megastorun bu 3 filialında hansı ki Xalqlar Dostluğu filialıdır. Bura Laçın Ticarət Mərkəzində üzbözdə yerləşir. Mağazanın hökməli filialı var və Xırdalan filialında özəl endirim yarmarkasıdır. Yalnız 3 gün, 3, 4 və 5 oktyabr tarixi üçün əlavə şərh ehtiyacı yoxdur. Gördüyünüz kimi supermarketin içi dağılır. İstər ərzaq bölməsində böyük endirimlər, istər yürücü təmizləyici vasitələrdə, qeyri-ərzaqda, meyvə tərəvəzdə olan endirimlər, hər şey göz qabağında, əlavə şərh ehtiyacı yoxdur məncə. Ona görə də videolar izlərkən bəyənib kanala abunə olmağı unutmayın ki, bu kimi paylaşımları qaçırmayasınız. Çünki qarşıdan sürpriz endirimlər gəlir. Yenə də 5 gün, 4 gün qabaqdan paylaşımlar edəcəyik. Bizi izləyib gələn izləyicilərimiz də sağ olsun, əlləri qolları var olsun. Gördüyünüz kimi gəlib hamıda endirimlər faydalanır. Heç kəs narazı qaydımır. Bura Megastorun Xalqlar Dostluğu filialıdır. Mağaza Laçın Ticarət Mərkəzində üzbözdə yerləşir və gördüyünüz kimi hər şey göz qabağındadır. Və bir də xatırladım ki, əlavə şərh ehtiyacı yoxdur. Yəni buradakı olan izdiham, buradakı olan səs-küy, hər şey öz sözünü deyir. Real endirimləri paylaşmaq lazımdır. Ona görə də siz də bu arada videoları izlərkən bəyənib səhifəmizə abunə olmağı unutmayın ki, bu kimi endirimləri qaçırmayasınız. Mağazanın Xalqlar Dostluğu filialıdır və mağazanın hökməli filialında, mağazanın Xırdalan filialında da böyük endirimlər var. İstər ərzaqda, istər qeyri-ərzaq bölmələrində və böyle gördüyünüz kimi də böyük izdiham var həqiqətən. İnanmayın, heç çəkilişini necə etdim, heç nəyə çəkdim, nəyə çəkmədim, heç özümdə bilmirəm həqiqətən. Arabalarda koyuyor. Başlayıram yine.